Oo. Sar. Gözlerim bin koyuna gedək. Hani o bilsələr? Bu günləri Mari'də koyuna gedəcək. Nə duruşursunuz? Yirseniz ha. Pişt 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 pişt. Yine çığıram səsin başıma tam lan. Hayla. Ha. Heyvan damdan açılan kimi yürür ağacın dibinə gəlirik. Dalınla da çatma. Çöş! Ağaçlar əri ağacıdır. Başında olmana bir şey yoktur. Beş ondan ərik tökülür dibinə. Hay. Çiş hərəkətinə bax lan. İndi də o sərin dibinə gedirik. Dünənlər ot vermişəm bunlara axşam. Dırnaq zad var idi, qarın dırnaq, kuzu dırnaq qarını. Başların ağzında bir dırnaq ərləndi. Bunlar dalaşması yaxşıdır. Dostlar salam. Hər birinizi xoş gördük. Sabahınız xeyir olsun. Hər birinizə sevgilər, saygılar, salamlar. Bu günlərə heyvana mən gəlmişəm. Dedim gəlmişəm, bir videoda çəkim yoldaşlar. Soruşurdu video gələcəkmi, gəlməyəcəkmi. Ortalama bir 4 ay olar. Mari qoyuna getmir. Qoyuna getmişik bu günləri. Elə bir keyif, elə deyim də. O da 4 ay, hansı 4 aydır. Kürsək vaxtından 10-15 gün qabaq bəzi göstəriciləri var da, kürsəkdən qabaq olan göstəriciləri var. Onları görəndən sonra başqa itlə üstə düşməsin deyə saxlamışdım evdə. Sonra da kürsəyə düşdü. Bala batırdan tüstləşdirdik onu. Allah'a şükür də balalar sağlamdı. Düzdür, bir dənəsi öldü ölməyinə. O da doğulanda çox zəif idi. Çıx, sabah nə olub hə? Çıx! Haperə bax, haperə. Biri öldü, lap balacaydı, zəif idi olanda. 8'i durur, onu da 3'ünü sahibləndirmişik. Yerdə 5'i qalıb, 5'in də 2 dənəsini özüm üçün saxlamışam. Və əlavə 3 dənəsi də qalıb, onun da dəyərini, qiymətini göstərən olsa Allah'ın köməyinə sahibləndirmə fikrimiz var. Yoldaşlar yazırlar, istəyirlər, amma belə pay olanlar gedibdir, yerdə qalanlar 3 dənə var, onlar da satılıqdır. Onları da satmaqda məqsədimiz odur ki, bu itlər üçün çəkilən zəhmətin maddi qarşılığı ən azından yarısı belə ödənsin, yoxsa belə itin satış ticarətindən məşğul olmaq niyyətimiz yoxdur. O 4 ayın dediyim kimi 2 ay boğazlıq müddəti var. Onda da saxlamışam getməsin çölə. Sonra 1 ayda belə balalarını əmizdirmək müddəti var. Günü ağ olmuşlar, orada qaldı bax. Yəni dalınla getməsən gələsi şey deyil. 1 ayda belə saxlamışam balalarını əmizdirsin.
Ondan sonra da hardasa bir 10 gündə belə saxlamışam. Çölə gəlməsin, tam özünü tutsun, rahatlaşsın. Ondan sonra açaq çölə. O da olmağına video üçün bugün gətirdim də video çəkirəm, amma bu gəlməmişdən qabaq da qoyun apardığım günlər var idi. O da təxmini belə hesab edirəm ki, bir ayda buradan belə üstə gəlsək, yarımçıqları 4 ay idi. 4 aydan sonra gözəl marimiz yenə qoyuna gəlir. Sabah da saat 6'ya qalıb. Təxmini 6'nın yarısıdır. Bunlar gəlmədi. Bunları zəlil qalsın. Qalsın zəlil. Bax. Qoyun gör har yetdik. Söz! Sobağın atda salacağım bizə sizə. Söz! Pişt. Söz! Ne olub sabah qaranlıqlı şehirsiz. Nə bölənmirsiniz ha? Söz! Sən ya. Gecik sabahına ağrıydınız, dalaşıydınız da orada. Söz, məni gördülər mi günün? Gümrük bağa. Söz! Söz! Neylə? Hə dostlar, demək Xasmaz rayonuna gedən erkək küçüyümüz, atası Aybala Balabatır, anası Maridir. Mari də Aybalalardandır demək olar ki. Erkək küçüyümüz gedir Xasmaz rayonu Rüfət qardaşının təsərrüfatına. Allah xeyrini versin, xeyirli olsun. İnşallah sağ salamat bunun da xoş sədalarını işlədik. Oldu Rüfət qardaş, göndərirəm, xeyirli olsun. Bir dovşan qaçdı bəyəkləri. İtlər onun dalına getdi. İtlər də ki, 3 dənə mənimkidir. Batır. Mari bir də basar. Bir də bu fermanın bir qancıq iti var, dişi. Boz ağzı qara. O da ki, əvvəldən bizim videolar izləyən yoldaşlar bilirlər. Məndə bir quyruğu kəsik duman var idi, onun anasıdır. Elə gözünüz gördüyü dumanın vidində, rəngindədir o da. İndi bu tərəfdədir, yaxına gəlsin. Onu çəkib göstərərəm. O qıraqdan gəlir. Gəlsin göstərərəm onu da. Hanzo. Ha dostlar, bak dediğim dişi bu. Hanzo. Eyni duman vidində formasında olan bir dişidir. Duman anasıdır da deyim də. Duman da bana oxşuyur deyil. Xülasə, keçək öz işimizə. Qurtbasarlarımızın gedişatı barədə istəyirəm sizə bir balaca danışmaq istəyirəm. O da budur ki, ən əsası əlimizdə olan safqan qurtbasarları çalışıb başqa
qanı, qoxu bilinməyən, zatı bilinməyən itlərə vurmayaq. Bir də ki, qan qohumluğu olan cütləşmələr olmasın. Cırlaşmaya görə boyların balaca qalmağı, çəkilərin az olmağı. Elə şeylərə fikir versək, Allahın köməyi ilə iri çəkili, hündür boylu, köhnədə bir 50-60 il qabaqda olan şəkillərdə qalan heybətli, başı iri, özü boylu, puxunlu qurtbasarları almaq olar. Yəni güclü, dəqiq seleksiya aparmaq lazımdır ki, köhnə vaxtda gördüyümüz o şəkillərdə qalan, dediyim kimi, köhnə qan qurtbasarları alaq, ortaya çıxardaq ki, bax bu cırlaşmamız davam eləməz. Əsas insanın nəzarəti lazımdır buna. Misal mən özüm misal çəkirəm. Marinin süt vaxtı, ona mən ciddi nəzarət eləməsəydim. Bu da heyvandır da, onun dili yox, ağzı yox, şuuru yox. Necə gəldi, sütə düşərdi, kürsüyə gələrdi. Bir dəfə də misal üçün belə deyim. Mən onu batırla sütləşdirmiş olsaydım, başqa itlə də sütə düşmüş olsaydılar, mən də elə bilərdim ki, bu hamısı batırdan kürsüyə gəlib balalar hamısı batırın balalardır. Sabahsı gün onu aparıb saxlayan 1 yaşında, para yaşında, bax belə küçüklük vaxtında hər hansı bir göstəricisi ortaya çıxsaydı, mən onda belə deyim də səhv iş gördüyüm ortaya çıxardı. Ona görə ciddi nəzarət lazımdır, ciddi seleksiya lazımdır. Yaxşı qan ötürən dişilər var, yaxşı qan ötürən erkəklər var. Onları kəndlərdən, kəsəklərdən, fermalardan maraqlanıb, axtarıb, tapıb, ortaya çıxardıb, dişi itləri kürsüyə vaxtı sütləşdirib, yaxşı köhnə, get-ketə malik olan qan ötürən itləri alıb çıxartmaq olar. Ona görə də ciddi nəzarət lazımdır. Əmək istəyir, vaxt istəyir, əziyyət istəyir onu. Dalınla gedə həm maddi əziyyəti var, həm mənəvi əziyyəti var. Elə video misalı özümü deyirəm. Bir video paylaşanda hər videonun özünün görünüş baxımı var. Hansısa videoda it balaca da görünə bilər, böyük də görünə bilər. Mən öz fikrimi deyirəm elə. Basın bağlayım ki, mənim itim bu qədər çəkidədir, boydadır. Faktoriyalı ayrı bir görünüş var videonun çəkilişində. Olan görünüş ayrıdır. Ona görə real gözlə baxmaq lazımdır itin boyuna, puxununa, görünüşünə, qurtbasarın standartlarına cavab verən tipajlar var. O tipajlarda gərək seleksiyanı davam elətdirəsən ki, köhnə qan itləri bir 50-60 il, 100 il qabağın olmuş o iri çəkili, ağır, hündür boylu qurtbasarları alaq ortaya çıxardaq. Allahın köməyi ilə.
Dur anan getdi, dur. Yatıp burada qalacaqsan, zuluma qoyarsan məni. Hə dostlar, demək artıq səhər sərinliyi gedir, havalar isinir. Düzdür, biraz küləklidir hava olmağına. Yenə də baxırsan ki, heyvan saat 9-dan sonra otlamaq istəmir. Biz də elə yavaş-yavaş otara fermiyə gedənə kimi saat 10 olar, bəlkə də 11-ə işləmiş ya yarısı olar. Gedək Maya. Tez getdik, gün ortadır bence. Bunların qaçışlarına bax. Nədir, oraya bir külək döyüb ağacdan 5-10 dənə ərik tökülüb. Ərik də ki, noxud boyda cır əriklərdir, tökülüb yeri. Yürütmə getdilər orada. Biz də fermiyə çatırıq, az qalır. Aşağıda göl var, gölə salaq heyvanlar su içsin. Sonra da qaldıraq yavaş-yavaş, gedə fermiyə artıq. İstidir hava, heyvan da otlanır. Bu da keçilərin, qoyunların dalanla qaçdığı, bəhbəhlə yediyi əriklər. Ho!
Hay. Hay. Damdan çıxan kimi qoyun. Keçi hamısı ərin dibinə qaçırır. Günortadan sonra da indi açmışıq. Hava çox istidir. İnanın ki, ot tutub yanır eləcə. Saat 6-ya qalıb. Şilə ha. Buradan çıxartdım. Heyvanı indi doğru yedirlər. Nə can cinli şeylər bunlar. Keçi ki keçi. Ağacına çıxdım asma. Qoyunu satdım, dəyişdim, keçiyə verdim. Keçi də indi. Hava çox istidir. Geçsinlər suya. Su içsinlər. Bitlərimizdən də gətirməmişəm içasını. Hava çox istidir. Elə qoyunun yanında hərlənmək də bir şey deyil. Oraya buraya kola kosa girib yatışacaq yanından. Qoy elə fermanın özündə sərin yerdə qalsa yaxşıdır. Elə ha deyəm, tülküsü, çaqqalı canavarı ola. Heyvana ziyan ola. Ancaq səhər-səhər aparıram, çünki səhərin o başı çaqqalın, tülkünün burada çox olan yerdir. Elə çəpişlərə ziyanlıq gələr deyə səhər-səhər gətiririm. Bu əriyin dibində nə varsa, səhər-səhər ağ keçi ilə göy keçi dalaşırdı. İndi də qırmızı keçi ilə qara keçi dalaşır. 5-6 dənə əriyə görə bir-birini qırırlar. Sabah-sabah biraz uzaq gedir heyvan. Təxmini bax o. O çubuqla göstərdiyim yer qayaların, dağların yanına kimi. Dağda demək olmaz. Rəmənin o başına, onun üst tərəfləri bax oralar. Örüş yeridir. Oralara kimi səhər-səhər gedir. Günortadan sonra da o tərəfləri özümüz aparmırıq. Çünki həm özümüzün rahatçılığımızdan ötəri, həm də heyvan çox yol yeriməsin. Yaxınlarda bəzi yerlərimiz var, xam saxlayırıq. Axşam üstü elə oralarda otlasa bəs eləyir. Elə əsas itləri ona görə getmədim. Elə açanda da həmişə çox günortadan sonra açmıram. Həm rahat olsun, istirahət eləsinlər, hava istidir. İsti təntidir, tez-tez su istəyirlər, qaçırlar gölə, suya, oraya, buraya. Elə də əziyyət zulüm olmasın. Dənə günortadan sonra isti vaxtda itləri açmır. Qoy sərin yerdə kölgəlikdə yatsınlar, istirahət eləsin. Qabaqda qışın zorlu günləri var, çətin günləri var.
Artıq axşamdır, biz də elə yavaş-yavaş heyvanın qabağını kəsə-kəsə, otara-otara gedəcəyik fermamıza. Fermamız elə o ağacların arxasından. Elə günortadan sonra bəyərlər dediyim kimi ancaq elə yaxınlarda otarırıq ki, həm heyvan yorulmasın. İstidən sonra, abeddən sonra hava axşama yaxın bu vaxtlar sərin olur. Çox uzağa getmənin bir mənası yoxdur. Həm də heyvan rahat otlayır, çox yol yeriməsin, stresə düşməsin, narahatçılıq yaranmasın. Yaxınlarda otarırıq. Ha dostlar, Allahın köməklə yenə videolarımız olacaq. İzləmədə qalın. Kanalımıza abunə olmayı yaddan çıxartmayaq. Kimin sözü sualı olsa qeyd eləyərsiniz. Mən də gücüm çatdığından sizlərə inşallah paylaşımları, məlumatları söyləyərəm. Gecəniz xeyrə qalsın. Allah'a əmanət.